Bunların təfəkkürü Biləcərdən o tərəfə keçməyib. Bu sevgi bitməlidir. Ən azından əl-ələ tutub bir parka gedə bilər. Mən buna qalmışam. Müxaliflər hökuməti günahlandırır. Bu gün sevən bir insanın beyninə baxsaq, görürük ki, xəstə bir insanın beyninə daha yaxındır. Kasıblar iqtisadiyyatı günahlandırır. Fərhad dağları deyir. Ailəcanlılıq əslində zəkanın göstəricisi olmalıdır. Əgər sevgi olmasaydı çox güman ki, biz bu günlərə kimi gəlib çıxa bilməzdik. Bunu ən azından bacarmalıyıq. Yəni bizi şempanzədən ayıran ən azından bu olmalıdır. Kişilər evləndikləri qadını anaları kimi etməyə çalışırlar. Növbəti dəfə Fərdi bəylə birlikdəyik. Hər vaxtınız xeyir olsun Fərdi bəy. Necəsiniz? Hər vaxtınız xeyir, çox sağ olun. Sizi də yaxşı gördüm, yaxşı olasınız. Dəvətiniz üçün ayrıca təşəkkür edirəm. Çox sağ olun. Ən son sizinlə bir podkastımız olmuşdu və çoxsaylı mesajlar gəldi ki, bu mövzunu biz davam edək. Bizə də gəldi mesajlar. Hamı üçün, insanlar üçün, bizi izləyənlər üçün çox maraqlı oldu. Ona görə də təkrar dəvətiniz üçün təşəkkür edirəm. Xoşdur. Təbii ki, aktual mövzudur və hər kəsə xitab edən bir mövzudur. Ona görə bu təbii ki, hər kəsə maraqlıdır. Demək olar az qala hər həftə Azərbaycanda bununla bağlı paylaşım olunur. Boşanmalar, ailə daxili konfliktlər, cinayətlər və s. Ən son səhv eləmirəmsə, son 85 ildə ölkədə boşanmaların rekord qırdığını, yəni pik həddə çatdığı ilə bağlı da xəbərlər var idi və geniş ictimai müzakirələrə səbəb olmuşdu. Əslində məncə bu qədər paylaşılmamalıdır. Çünki antireklam özü də bir reklamdır. Yəni sanki bunu çoxlu paylaşaraq normallaşdırırlar əslində. Yəni bilməyərək, istəməyərək. Medianın burada rolu çox böyükdür, bilirsiniz. Yəni ictimaiyyətə təsiri. Hər halda boşanmalar, yəni bizim keçən dəfə müzakirə etdiyimiz ailə institutu ilə bağlı bir məsələdir. Yəni sosial strukturun iflic olması, ailə institutunun ən kobud ifadə ilə dağılması ilə bağlı bir məsələdir. Burada təbii ki, müxtəlif rəylər var. Qadınlar kişiləri günahlandırır, kişilər qadınları günahlandırır. Müxaliflər hökuməti günahlandırır. Kasıblar iqtisadiyyatı günahlandırır. Bəziləri bəxti, qisməti, taleyi günahlandırır. Hər kəsin özünə görə təbii ki, səbəbləri var, subyektiv. Siz nə düşünürsünüz? Yəni sizcə ailə institutu və deyək ki, neyroelm təkamül aspektindən sizcə bu məsələni nə cür qiymətləndirmək olar? Suala görə təşəkkür edirəm. Əgər söhbət insandan gedirsə, insan davranışından gedirsə, təbii ki, bunun arxasında da bir mexanizm var, mütləq ki var. İnsan dediyimiz kimi öz başına canlı deyil, tək bir canlı deyil, tək qərar verə biləcək bir canlı deyil. Etdiyi bütün davranışların, etdiyi seçimlərin, hərəkətlərin arxasında bioloji bir sistem dayanır. Gəlin birinci baxaq ki, sevgi ümumiyyətlə nədir? Neyroelm aspektindən də, yəni hər kəsin təbii ki, sevgi ilə bağlı bir subyektiv mövqeyi var. İnstinktiv tərəfini də biz bilirik. Bu və ya digər formada hər kəs birini sevə bilər. Burada məsələ neyroelm tərəfidir. Yəni beyində bu proses necə gedir ki, o yaranır və yaxud da ki, deyək ortalama 3 il sonra bitir. Biz sevgi deyəndə başqa insanlara, başqa əşyalara da sevgini hətta nəzərdə tuturuq. Yəni sevgi kəlməsi ümumi bir məna almağa başlayıb, amma məncə bütün insanları maraqlandıracaq. Qadın və kişi arasında olan sevgi daha önəmlidir. Elə bu haqqda danışaq. Sevgi təhlükəli bir dünyada iki yad insanı bir araya gətirən bir hissdir. Nə üçün bir araya gəlirlər? Dünyaya uşaq gətirmələri üçün. Və bu sevginin müəyyən bir davam etmə müddəti var. Bu müddət adətən 2-3 il çəkir, arta da bilər, azala da bilər, fərqli olur. Amma ortalama 2-3 il deyək. Beyin bədəndəki hormonları birləşdirib, sevgi kokteyli yaradır. Ona görə insanın ağlı 3 il havada olur. Hər şey toz pəmbə, film kimi gəlir. Qarşıdakı tərəfi ideallaşdırır, mənfi tərəflərini göz ardı eləyir. Bu müddət təxmini olaraq 2-3 il davam edir. Çox da ola bilər, az da ola bilər. Amma ortalama 2-3 il çəkir. Yəni bunun sevginin bitməsi normal bir şeydir. Biz dedik ki, sevgi hormonları iki yad insanı bir-birinə bağlayır və dünyaya uşaq gətirəndən sonra bu sevgi bitməlidir. Yoxsa 60 yaşında bir insanın əlində hələ də telefon, ağlı havada olduğunu düşünə bilirsiniz. Bu normal olmaz təbii ki. Fərhad dağları deyişir, davam edir dağları deyişməyə. Bu sevgi bir yerdə bitməlidir. Çünki qadın uşağa baxmalıdır, uşaqla məşğul olmalıdır, kişi ov dalınca getməlidir. Yəni valideynlər bir-birindən aralanmalıdır. Nəyə görə bəs 2-3 il deyirik davam edir? Çünki bir uşağın doğulub həyata qarışması üçün lazım olan vaxt təxmini 2-3 ildir. Onda sizcə boşanmaların artmasında ən fundamental səbəblərdən biri sevginin bitməsidir? Bəli, sevginin bitməsidir. Maraqlıdır.
Bilirsiniz, mənim burada yanaşmam sadəcə təbii ki, sevginin bitməsi də burada rol oynayır. Kasıblar iqtisadiyyatı günahlandırır. Burada iqtisadiyyat da böyük rol oynayır. Burada müxtəlif səbəblər var. Böyüklər kiçikləri günahlandırır ki, biz yaxşı idik, siz zay olmusunuz, belə deyə, pozulmusunuz. Çünki indi fikir versəz ətrafımızdan görərsiniz ki, bu filmlərlə, sosial şəbəkələrlə insana çox müxtəlif davranışlar yüklənib. Və bütün bunlar davranış müxtəlifliyinə dediyimiz kimi gətirib çıxarır və bir insan sosial şəbəkədə və sair ayrılığı qoysaq bir kənara, hətta əgər evlidirlərsə, müxtəlif həyatları, müxtəlif insanları görürlər, fikirləşirlər ki, mən buna qalmışam. Yəni çıxıb gedib öz həyatımı daha yaxşı, daha başqa cür qura bilərəm. Daha məhsuldar qura bilərəm. Bəli, insan biraz da həyəcan axtarır, fərqlilik axtardığına görə, üstəgəl qarşı tərəfə də sevgisi bitdiyinə görə artıq onun mənfi xüsusiyyətlərini göz ardı eləmək istəmir. Biz dedik ki, əgər iki insandan sevgi hissi yaranırsa, bu bağ yaranırsa, insan qarşı tərəfin mənfi xüsusiyyətlərini göz ardı eləməyə daha çox meylli olur. Göz ardı edir, görmür, fikirləşir ki, belə də olar, qəbul edir. Amma 3 ildən sonra, ortalama 3 il deyirəm, 3 ildən sonra bu his, bu hormonlar azalır. Dediyimiz kimi o beyin hazırladığı sevgi kokteyli bitir və qarşı tərəfin mənfi xüsusiyyətləri artıq gözə batmağa başlayır. Əvvəl burada hansı problem yaranır? Əvvəl belə deyildir. Əslində qarşı tərəf onsuz da əvvəl də o cür idi. Sadəcə mən əgər onu sevirəmsə, mən onun zərərlərini, mən onun mənfi xüsusiyyətlərini görə bilmirdim. Əslində bu siz dedikləriniz hansı ki davranış müxtəliflikdə çox şey görür, fərqlilik axtarır, yeni bir həyəcan axtarır, artıq başqa bir dünya. Bu daha çox, indi bilmirəm, bu sözlərim yəqin ki bir mənalı qarşılanmayacaq, amma daha çox belə aşağı təfəkkürdə, yəni kütlə psixologiyasındadır. İntellektual azlıqlarda həyat daha sabitdir. Yəni bizi zaten o primatlardan, o primitiv heyvandan ayıran budur ki, insanın müəyyən bir zəkası olur, insan özünü hörmət edir və təbii ki, o kimi ucuz həzlərə və yaxud da ki, dırnaqarası yeniliklərə, dırnaqarası macəralara, hansı ki qısa müddətlidir, marginal xarakter daşıyır. Bunlara can atmaq əvəzinə daha çox sabit, daha çox belə deyək, ehtiyatlı, daha çox uzun müddətli, o keçən dəfə sizlə müzakirə etdik, vazopressin hormonu. Daha çox o vazopressin hormonu, bəli, necə? Yadınızda qalıb. Hə, yadımda qalıb. Yəni o vazopressin hormonunu işə sala biləcək daha uzun müddətli perspektivdəki, məsələn, siz dediniz, ola bilər 60 yaşında yaxşı WhatsApp-da mesajlaşmasın, amma ən azından əl-ələ tutub bir parka gedə bilər və yaxud da ki başqa bir ölkəyə. Düzdür, bu artıq bir seçimdir. Biz belə bir təcrübə aparmışlar. Deməli, uzun müddət, məsələn 30 il, 40 il evli olan cütlüklərin beyin görüntülərinə baxanda görürük ki, onların beynində daha çox üst tərəf, məntiqi düşünə bilən, şuurlu seçim edə bilən, rasional qərar verməyi bacaran hissələri daha çox aktivdir. Amma yeni bir-biri ilə sevgi bağı quran insanların beyninə baxanda görürük ki, daha aşağı tərəf, emosional, limbik sistem daha çox aktivdir. O insanlar rasional olaraq yaxşı qərar verə bilmirlər. Yoxsa belə düşünəndə əslində sevgi bir xəstəlik kimidir. Bu gün sevən bir insanın beyninə baxsaq, görüntüsünə baxanda görürük ki, xəstə bir insanın beyninə daha yaxındır. Obsessiv düşüncələr var. Sevdiyim görəsən hardadır, nə edir, nə işlə məşğuldur və s. bu kimi düşüncələr daha çox xəstə insanın beyninə görədir. Yoxsa əgər bu cür olmasaydı, bir insan niyə öz komfort zonasından çıxıb başqa bir yerə getsin, yəni başqa insanlarla tanış olsun, dünyaya uşaq gətirsin, bilir ki, çətinlik olacaq, maddi sıxıntılar olacaq və s. Normal bir beyin bu qərarı verə bilməz. Bunun üçün beynin hansısa bir
hormonlar tərəfindən ələ keçirilməsi lazımdır. Məsələn, insan sevən beyni yəqin ki, ətrafınızda da görmüsünüz, bilmirəm, sevmisiniz yoxsa yox. İnsan acmır. Çünki bu vaxt hormonal dəyişikliklər olur. Məsələn, kortizol artır, xüsusən də daha çox kişilərdə artır kortizol. Bəzi oksitosin, nə bilim, serotonin, dopamin, adrenalin. Bu kimi hormonlar artdığına görə beyin düşünür ki, biz bioloji olaraq çox önəmli bir, yəni var olmağımızın bir səbəbi var, çoxalmaq. Biz hal-hazırda onu yerinə yetiririk. Ona görə bu acıq hormonlardan mədəyə falan deyirsən, bir dəqiqə sakit ol. Çünki burada insanın bioloji olaraq təməl ehtiyacını yerinə yetiririk. Ona görə insan ağlı daima qarşı tərəfdə qalır. Görəsən nə edir və s. Bu yəni dediyim kimi bir xəstəlik halıdır. Əslində belə xəstəlik deyəndə çox kobud şəkildə başa düşməyin bunu. Sadəcə lazımlı bir şeydir, təkan verici bir qüvvədir sevgi. Əgər sevgi olmasaydı çox güman ki, biz bu günlərə kimi gəlib çıxa bilməzdik. Heyvanlarda da var sevgi. Heyvanlar da sevginin nə olduğunu bilirlər. Amma onlar şeir yazacaq qədər bu hissi uzun yaşamırlar. Bunu uzun müddət, ən uzun yaşayan insandır. Məsələn, biz davranış müxtəlifliyi ilə danışdıq. Mən qeyd elədim ki, hər kəsin özünə görə subyektiv səbəbləri var. Niyə boşanmalar artıb? Yəni Azərbaycanda əhali əksərən oturub təkamülən bu belədir, filan hormonlar buradan getdi və yaxud da təbiət belə olub. 10 min il bundan qabaq əcdadlarımız belə yaşayıb demir də. Yəni hal-hazırda gözü ilə nə görürsə, məsələn deyək bir partnyoru var, günahkar o partnyordur. Bitdi. Və yaxud da atası anasıdır. Nə bilim, pulu yoxdursa iqtisadiyyatdır məsələ, yəni dövlətdir, hökumətdir. Yəni dar çərçivədə düşünülür insanların əksəriyyəti. İndi üzr istəyirəm buna görə, mən ümidvaram, heç kimin xətrinə dəymərəm, amma reallıq budur da, yəni acı da olsa həqiqət budur. Sadəcə onların gördükləri hansı ki, indi təbii tərəfi məsələni danışdıq, bu aydın məsələdir ki, instinktlər ortalama 3 il, nə bilim, bioloji tərəfi, təkamül tərəfi və s. Bir də məsələnin çağdaş mühit tərəfi var. Əslində boşanmaların bu qədər artmasının əsas səbəbi kütləvi mədəniyyətdir. Kütləvi mədəniyyətdə proletar təbəqənin təfəkkürü ilə burjua əxlaqının yəni birləşərək bir sintezindən ortaya çıxan bir mədəniyyətdir. Yəni burada daha sadə dildə başqa sözlə deyim, proletar təbəqə nəyə nəzərdə tuturam? Aşağı təbəqə, yəni burada söhbət puldan da getmir. Dünya görüşü, həyata baxışı, təhsili və ya varsa təhsilinin keyfiyyəti aşağı olan kütlədən. Yəni adətən dünyanın hər yerində bu kütlə var. Çoxluq dünya görüşü, tavadı, təhsil aşağı olan kütlədir. Bu kütlənin təfəkkürü ilə, yəni primitiv heyvani tərəfi ilə burjua əxlaqını, yəni sadə dildə desək alverçilərin maddiyyat təfəkkürünün birləşməsi ilə ortaya çıxan bir kütləvi mədəniyyət var və bunun texnologiya sayəsində kütləviləşməyi var. Doğrudur. Çünki gördüyümüz hekayələr, qarşılaşdığımız hadisələr bizim düşüncə tərzimizi formalaşdırırlar. İnsan ümumiyyətlə hekayəvi bir canlıdır. Əgər başqa bir insanın hekayəsini görürüksə, o bizim yadımızda qalır və beynimizdə başqa cür qərar verməyimizə, seçim etməyimizə təsir edir. İnsanın şəxsiyyəti harda formalaşır? Qolunda, ayağında, gözündə, qulağında yox, düzdür, beynində formalaşır. Bəs onu formalaşdıran nədir? Yaşadığı hekayələr, gördükləri dünya. Mühit, ailəsi, orta məktəb və s. Yəni düzdür və ona yüklənən kodlar onda bir düşüncə bünövrəsi yaradır. Amma sonrakı yaşadığı hekayələr onun düşüncə tərzini dəyişə bilər. Həmin qəliblərdən, həmin inanclardan, həmin kodlardan xırda da olsa, nisbətən də olsa çıxa bilər. Və bizə ən böyük yüklənən kodlar sən qadınsan, sən kişisən, sən belə eləməlisən, sən falan yerə getməlisən, sən falan şeyə baxmamalısan və s. bu cürdür. Və bu dediyimiz kimi bizim şəxsiyyətimizə bir yön verir. Hal-hazır ki, bu gün də gördüyümüz dünya, sosial şəbəkələr həmin şəxsiyyətimizi dəyişə bilir. Çünki dedik ki, şəxsiyyətimizi yaradan ətrafdan aldığımız məlumatlardır. Düzdür. Deməli, həmin məlumatlardan insanın şəxsiyyətini təkrar formalaşdırmaq, yaratmaq mümkündür. Hal-hazırda bugünkü müasir insan öz əcdadından, gəldiyi yoldan qopmuş bir şəkildə yaşayır. Məhz buna görə mən nə kütləvi mədəniyyətə qurban getməyə tərəfəm, nə də o, məsələn, siz danışdığınız primat tərəfi, təkamül tərəfi, nə də ona tərəfim. Məncə normal insan, şuurlu insan, öz zəkası, ağlı, dünya görüşü, təhsili sayəsində özünə daha sağlam və uzun müddətli bir ailə həyatı qura bilər. Yəni ailəcanlılıq əslində zəkanın göstəricisi olmalıdır ki, bir sağlam ailə qurmusan və bu ailəni uzun müddət sabit bir şəkildə sevib qoruya bilirsən. Yəni insanın gəldiyi nöqtədə məncə bunu ən azından bacarmalıyıq. Yəni bizi şempanzədən ayıran ən azından bu olmalıdır. Başqa canlılarda görürük ki,
romantizmi var, romantiklik var yəni. Və amma Meymunlarda da bilirik- müşahidə olunur bu arada. Bəli, O, az da başqa olsa, canlılarda, bəli. primitiv canlılarda da var. Amma bu gün evliliyi, münasibəti qoruyan romantizm deyil. Sevgi də deyil. Çünki bilirik ki, sevgi də müəyyən bir müddət sonra adiləşir, azalır. Sevgini qoruyan ən önəmli şey tərəflərin hər ikisinin də fədakar olmasıdır. Fədakarlıq ərəb mənşəli sözdür, fida sözündən götürülüb. Özündən nəyisə qurban vermək deməkdir. Bəli, güzəştə getmək, tolerantlıq eləmək. bəli. Yəni özündən bir şey verməlisən. Bu münasibətə, evliliyə özündən bir şey qatmalısan. Pul, var dövlət deyil. Öz zamanından, öz həzzindən, öz həyat tərzindən bir Dəyərlərindən, şey, bəli, dəyərlərindən, yəni bir şey qatmalısan ki, bu münasibət davam etsin. Yoxsa əks halda demək olar ki, münasibətlər davam edə bilmir və söz-söhbətlər də beləliklə yaranır. Son 300 min ildə beynimizdə dedik ki, neokorteks deyilən bir qat inkişaf edib və bu da bizim şuurumuzu, özümüzü dərk etməyimizi və bizi başqa heyvanlardan, başqa canlılardan fərqləndirən ən önəmli xüsusiyyətlərimizdən biridir. Və fədakarlıq da ancaq seçimlə mümkündür, şuurlu fərqindəliklə. Yəni nəticədə o deməkdir ki, sevgi insanda müəyyən bir müddət davam eləyir və hormonal olaraq da bitir. Və sonrakı sevgini uzun müddət davam etdirmək artıq şuurlu seçimdir, bir hormonal proses deyil. Biz uzun müddət evli qalan cütlüklərin, məsələn 30 il, 40 il evli qalan cütlüklərin beyin görüntülərinə baxanda görürük ki, onlarda beynin daha çox üst qatı, rasional düşünən, şuurlu qərar verən hissələri aktiv olur. Məsələn, sağlıq aparata iki insandır, uzun müddət evlidirlər, deyirik bir-birinizi düşünün. Düşünəndə görürük ki, beynin daha çox üst tərəfi aktivləşir. Amma yeni evliləri aparata salırıq, deyirik ki, bir-birinizi düşünün, görürük ki, beynin daha çox limbik sistem, emosional sistem dediyimiz hissələr, yəni orta hissələr daha çox aktivləşir. Yəni, bu o deməkdir ki, uzun müddətli sevgi artıq bir seçimdir, bir hekayədir. Yəni, qarşı tərəfdən İnşa edilir də demək istəyirsiniz. Düzdür, qarşı tərəfdən bir hekayəni bütünləşdirməkdir, bir məqsəd olmasıdır. Əgər məqsəd yoxdursa, insanı aşan bir hədəfi yoxdursa, deməli bu yolda ona yoldaşlıq edə biləcək bir insan da yoxdur. Və bu da ayrılıqlara gətirib çıxara bilir. Burada fövqəl təbii bir nələrsə ən azından çalışmasan. Bəlkə də bu mümkün deyil, söhbət yox. Yəni bu da bir yanaşmadır, yəni elmi bir həqiqət deyil. Amma bunu ən azından cəhd edərək nələrisə inşa etmək olar. Düzdür, əslində biz baxanda yeyirik, içirik, çoxalırıq, yaşayırıq. Bunu başqa canlılar da edir. Bəli, Bəs bəli. bizi onlardan fərqləndirən şuurumuz var. Bəli. Beynimizin o sinaptik əlaqələrin yaratdığı bir anlayış var, şuur. Və biz şuur sayəsində ancaq dediyimiz kimi özümüzü dərk eləyə bilirik və onlardan fərqlənə bilirik. Fikir verirsinizmi? Burada bizim ölkədə əksər şeylər lokal olaraq dəyərləndirilir. Yəni məsələn bir qəlib var, tutaq ki, kişi obrazı. Kişi nə cür olmalıdır? Və yaxud da qadın nə cür olmalıdır? O qəliblərin içində o obrazlar dəyərləndirilir. Əgər sən o qəlibin içində deyilsənsə, sən qınanırsan, sən anlaşılmırsan, sənə qəribə baxılır. Bunu bəziləri dilə gətirir, o məsafədə olanlar, bəziləri dilə gətirə bilmir. Bəziləri sənə nifrətlə, kinlə baxır, bəziləri qıcıq olur, bəziləri təhqiramiz gözlə baxır. Artıq səni belə deyək də əxlaqsız kimi və yaxud da yəni daha belə ifrat dərəcəyə, radikal dərəcədə dəyərləndirir ki, sən niyə bu qəlibin içində deyilsən ki, məsələn, tutaq ki, kişi bu cür olmalıdır. Bunu nə müəyyən edir də heç bir cavabını verə bilməz. Yəni niyə görə tutaq ki, Şotlandiyada da fərqli bir yanaşma var. Yəni kişi yubka geyinə bilər. Amma biz burada yubka geyinsə bizə nə cür baxarlar və yaxud da Yaponiyada bir kişinin hörməti və yaxud da özün məsələn deyək ki, əgər o baş əymirsə, təzim eləmirsə, o deməli yaxşı insan deyil, yaxşı kişi deyil. Müxtəlifliklər var da. Məsələn, Afrikada qəbilə var ki, qadınların baş barmağını kəsirlər. Bu adətdir də, bunlar da bu cür məsələn. Onlar üçün normal. Onlar üçün də odur. Yəni bu dəyərlərin əslində nisbi olduğunu, uydurma olduğunu, lokal xarakter daşıdığını, dövrdən dövrə, coğrafiyadan coğrafiyaya, cəmiyyətdən cəmiyyətə dəyişdiyini Azərbaycan cəmiyyətində qəbul etmək istəmirlər. Buna bir ətalət var, bir mübarizə var, bir radikalizm var, bir aqressiya var. Yəni bu sadə dillə deyirlər, Biləcərdən o tərəfə keçməyib. Bunların təfəkkürü Biləcərdən o tərəfə keçməyib. Sizin dediyiniz o neyroelm tərəfi, təkamül tərəfi və yaxud da mən dediyim kütləvi mədəniyyət tərəfi. Yəni buna biz hələ gəlmədən biz düşünməliyik ki, biz niyə lokal düşünürük? Niyə hansısa bir rola girməyə məcburuq? Niyə səmimi ola bilmirik? Niyə olduğumuz kimi ola bilmirik? Məncə bu məsələn təbii ki, bu sizin mənim sahəm deyil. Bu artıq biraz daha sosioloji bir məsələdir.
artıq mədəniyyət bir məsələsidir. Amma hər halda biz tənqidlərimizi edə bilərik və yaxud da subyektiv mövqeyimizi bildirə bilərik. Kişilər evləndikləri qadını anaları kimi etməyə çalışırlar. Öz anaları kimi. Çünki kodlarımız uşaqlıqda yüklənir. İlk dəfə bu sevgi hormonları dediyimiz bu çoxalma hormonları başlayan vaxtda çox qeyri-adi şeylər sevirik.